Qazaxıstanın paytaxtı Astanada dayanıqlı gələcəyə ortaq baxış mövzusunda Regional Ekoloji Summit 2026 öz işinə başlayıb. Tədbirdə Azərbaycanın baş nazir Əli Əsədov təmsil edir. Summit Mərkəzi Asiya ölkələrinin ekosistemlərin su və torpaq resurslarının qorunması, bərpası və birgə istifadəsi, ha belə biomüxtəlifliyin qorunub saxlanılması üzrə kompleks siyasət və alətlərin formalaşdırılmasına yönəlib. Azərbaycanın baş naziri Əli Əsədov sammitdə çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycan ekologiyanın qorunması və iqlim dəyişikliyi məsələlərinə milli dayanıqlı inkişaf gündəliyinin ayrılmaz bir hissəsi kimi böyük bir əhəmiyyət verir. Baş nazir həmçinin çıxışında Xəzər dənizinin sürətlə dayazlaşmasından söz açıb. Bu problemin həlli üçün əməkdaşlığın gücləndirilməsinə çağırıb. Xəzər dənizinin səviyyəsinin düşməsi region üçün ən kəskin problemlərdən biri olaraq qalır. Bakı, Xəzəryanı ölkələr arasında bu çağırışa effektiv müqavimət göstərmək üçün əməkdaşlığın gücləndirilməsini ardıcıl olaraq dəstəkləyir. Azərbaycanın təşəbbüsü ilə artıq Qazaxıstan, Rusiya və Türkmenistanla Xəzərin dayazlaşmasının səbəblərinin öyrənilməsi və müvafiq cavab tədbirlərinin hazırlanması üçün iki tərəfli işçi qrupları yaradılıb. Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi əhəmiyyətli təsir göstərir. Azərbaycanda iqlim dəyişikliklərinin dənizin ekosisteminə mənfi təsirinin minimuma endirilməsi üçün ardıcıl tədbirlər görülür. Tədbirdə çıxış edənlər Xəzərin dayazlaşmasından narahat olduqlarını dilə gətiriblər. Problemin həlli üçün səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıblar. Regional Ekoloji Sammitin yekunlarına əsasən birgə bəyannamə və 2026-2030-cu illəri əhatə edən regional fəaliyyət proqramı qəbul olunub. Sonda Emomali Rəhman iştirakçıları davamlı inkişaf üçün su, 10 illik fəaliyyət məqsədlərinin icrasına həsr olunacaq beynəlxalq konferansda iştirak etməyə dəvət edib. Konferans may ayında düşənbədə keçiriləcək. Sammit çərçivəsində Astana Beynəlxalq Sərgi Mərkəzində Azərbaycanın milli pavilyonu açılıb. Pavilyonun təqdimatını Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmailov edib. Ekspozisiya ölkənin dayanıqlı inkişaf sahəsində prioritetlərini, o cümlədən yaşıl enerjinin inkişafı üzrə layihələri və ekoloji texnologiyaların tətbiqini nümayiş etdirir. Pavilyonda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə təşəbbüslər təqdim olunub. Pavilyon həm də ekologiya və dayanıqlı inkişaf sahəsində beynəlxalq əməkdaşlığın inkişafına yönəlmiş görüş və təqdimatların keçirilmə məkanı kimi xidmət edir. Sammitdə Azərbaycan, İtaliya, Almaniya, Çin, Rusiya, Yaponiya və digərləri daxil olmaqla 15 ölkədən nümayəndə heyətləri iştirak edib.